Aliment nədir? Alimentin ödənilməsini istisna edən hallar varmı? Bununla bağlı məlumat versəniz sevinirim. Aliment sözünün hərfi mənası qida deməkdir. Yəni uşağın saxlanma xərcidir. Yaşayış minimumu uşağın minimum qida rasionu və ya minimum paltar, geyim və s. özündə ehtiva edən kompleksdir ki, bu bir uşağı saxlamaq üçün əslində statistik rəqəmlərə uyğun olaraq hazırlanmış məbləğdir. Lakin təcrübə formadadır ki, bu aliment təyin olunarkən uşağın yaşayış minimumundan az olmayaraq təminat hüququ var. Buna uyğun olaraq da həmin o məbləğ əsas götürülməklə aliment təyin olunur. Alimentin əmək haqqına nisbətdə də təyini qanunvericilikdə göstərilmişdir ki, bu əmək haqqı və gəlirlərdən uşaq sayına münasib olaraq da tutulmadır. Alimentlə bağlı qanunda bir şey bilmək lazımdır ki, aliment çox insan elə bilir ki, yəni bu təcrübədə formadadır ki, işləmədikdə alimenti ödəməkdən ödəməyə bilər və ya uşaqdan imtina etdikdə alimenti ödəməyə bilər. Bilinməlidir ki, aliment hər bir halda ödənilməlidir və ödənilməsi barədə icra sənədinin icra edilməməsi inzibati xətalar məcəlləsinə müvafiq olaraq inzibati və cinayət məsuliyyətinin nəticədə yaranmasına səbəb ola bilər və şəxsin işləməməsi onun aliment ödənməkdən imtina etməsinə və ya alimentdən boyun qaçırmasına əsas hesab oluna bilməz.